Cəlilabad rayon Heydər Əliyev mərkəzində 28 may Müstəqillik gününə həsr olunmuş dəyirmi masa təşkil edilmişdi. Tədbirdə Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlamışdı. Sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin və Respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdi. Tədbiri Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov giriş sözü ilə açaraq, ilk öncə tədbir iştirakçılarını 28 may Müstəqillik günü münasibətilə ürəkdən təbrik edib. Bildirib ki, bu il xalqımız Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan Müstəqillik gününün 108-ci ildönümünü qürur və iftixar hissi ilə qeyd edir. 1918-ci il mayın 28-də Azərbaycan xalqı şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini yaratmaqla dövlətçilik tariximizdə yeni bir səhifə açdı. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynadı və xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Müstəqillik hər bir xalqın ən böyük sərvəti və ən ali dəyəridir. Daha sonra Müstəqillik gününə həsr olunmuş videoçarx nümayiş etdirilmişdi. Cəlilabad şəhəri Akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Səidə Şükürova, Cəlilabad Bələdiyyəsinin sədri Vahid Mirzəyev və Lənkəran Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon üzrə nümayəndəsi Fuad Əzizov çıxış edərək 28 may Müstəqillik gününün Azərbaycan xalqının milli oyanışında oynadığı roldan bəhs etmiş və Azərbaycan xalqının qürur günü kimi həmişə qeyd olunacağını bildirmişlər.